Yeni Musavatdır, sonra Reaksiya TV-dir, Qafqaz İnfodur. Bunlar çoxsu Mir Şahindir. Bunlar prezident aparatı və DTX-dan maliyyələşən, DTX-dan və prezident aparatından maliyyələşən kanallardır. Və bu kanallara mən izlədikcə uşaqdır, görə gəlmişik və görürəm ki, güclü alver gedir, güclü biznes gedir və güya bunların xəbərləri yox imiş. Ramiz Mehdiyev indi böyük bir damğa vurublar, vətən xaini və buna kim salam verirsə, kim bunun toyunda olubsa, 5 il bundan qabaq toy eləyib nəvəsinə, indi onları paylaşdırırlar. Nə bilim, Əli Həsənov belə getdi, Abel Məhərrəmov oradan çıxdı falan filan. Yəni güclü yiyinti olacaqdı. Olsun. Mən buna qarşı deyirəm. Oğrudan oğruya halaldır. Burada qazanan yenə də Əli Nağıyevlə məhz prezidentin həyat yoldaşı Mehriban xanım olacaq və burada klanların söhbəti gedir. Bir mənalı şəkildə Mehriban Əliyeva bütün Azərbaycana sübut eləmək istəyir ki, mənəm. Amma təəssüflər olsun ki, Mehriban Əliyevanın təyin etdikləri Anar Ələkbərovlar, Ramiz Mehdiyevin yerinə təyin olunan o prezident aparatının rəhbəri Samir Nuriyevlər və digərləri də, onlar da çoxsu peysər çıxıblar. Yəni gözləri ilə görən oğraşlardır. Mən də onlara da müraciət eləmişəm. Emin Əmrullayevlər, ona da sivil müraciət eləmişəm. Bu hamısı bir şoudur. Heç nə düzəlməyəcək. Konkret heç nə düzəlməyəcək. Bir bariz bir dənə də nümunə çəkim də sizə. Ziyafət Abbasova. Ziyafət Abbasova Azərbaycanda yaşayır. Xəstə bir qadındır, ziyalıdır, savadlıdır. Yəni Ziyafət Abbasovanın danışığını heç bir millət vəkili danışa bilməz. Yəni görürsünüz də millət vəkili adları var, millət vəkilləri. Çoxsunu da ora Ramiz Mehdiyev təyin elətdirib. Naxçıvan klanıdır. İstər Siyavuş Novruzov olsun, istər Am Qəzənfərin oğlu Fazil Mustafa olsun, istər arvadı Göyçək arvadını Kemaləddinin yatağından çıxarda bilməyən Qüdrət Həsənquliyev olsun, xalqın adından danışanlar, bunlar hamısı birbaşa Ramiz Mehdiyevin adamlarıdır. Amma bu günləri Ramiz Mehdiyevə qarşı danışırlar. Bu da bunların taktikasıdır da. Yəni ki, güya biz bunun adamı deyirik, özləri bilərlər. Azadlıq Radiosu bugün qəşəng bir video paylaşıb ki, Ramiz Mehdiyev keçmiş Maliyyə Nazirinə qayıdıb deyibmiş ki, gəl mənim yanımda deyəm, mən də Naxçıvanlıyam, ağsaqqalam. Yəni 90-cı illərdən bəri Naxçıvan klanı Ramiz Mehdiyevin rəhbərliyi altında Azərbaycan xalqına qəlim kəsilib. Bütün rayonların icra başçısı, mən hər zaman deyirdim. İcra başçısı, millət vəkilləri, polis rəisləri